Əslində mənim ümumilikdə favoritim, tam səmimi desəm, ilk gündən Bartas komandası idi. Nəyə görə? Çünki Bartas komandasında o birlik, Rövşənin qeyd etdiyi birlik onlarda daha çox təcəssüm edirdi və mən hər zaman Kəpəz komandasına deyirdim ki, baxın necə bir-birlərinə dəstək olurlar. Orada Həmidov Taceddin var idi. Taceddin ümumiyyətlə komandanın o azərkeş ruhunu yaradan bir iştirakçı idi. Məsələn, onun o özəlliyi var idi. Mən bilmirdim ki, onun həm də eyni zamanda qrup komandiri olmaq potensialı var. Son yarışlarda, elə bizim ötən həftə finaldan öncəki yarışlarda təlimatçıların ona olan xüsusi bir etimadı baş tutdu. Və mən onda onu kəşf elədim ki, deməli, təlimatçılar təbii ki, peşəkar zabitlər. Onda əgər o potensialı görüblərsə, deməli, bunun təkcə təşkilatçılıq, birlik yaratmaq, azart yaratmaq bacarıqları yoxdur, eyni zamanda hərbi bacarıqları da var. O mənada mən Bartas komandasında bunu çox sevirdim. Onların o birlikdə bir-birlərini necə sona qədər, hətta uduzsalar belə axırda necə bir-birlərini stimul verirdilər və növbəti yarışda mütləq ki, qələbə qazanırdılar. Elə komanda hesabında da ən sonunda Bartas komandası qalib oldu. Məni təəccübləndirməyən bütün yarış boyunca bəlkə də yeganə bu idi.